Yəqin hiss etmisiniz ki, payız gələndə dəri birdən-birə quruyur, qaşınır və soyulmağa başlayır. Bu təsadüfi deyil. Bunun çox sadə elmi səbəbləri var. İlk olaraq havada rütubətin azalmasına bağlı olaraq dəridəki nəm səviyyəsi aşağı enərək quruluq meydana gəlir. İkinci faktor isə temperatur fərqliyi və küləkdir. Hansı ki, isti məkanlardan birdən-birə çölə çıxdığımız halda dəridə şok effekti yaranır və həssaslıq meydana gəlir. Üçüncü faktor isə payız aylarında həddindən çox isti duş almaqla bağlıdır. Hansı ki, isti su dərinin qoruyucu yağ təbəqəsini yuyaraq dərini radikal təsirlərə açıq hala gətirir və qurumağa səbəbiyyət verir. Bu problemlərin önünə keçmək üçün çox sadə həll üsulları mövcuddur. İlk olaraq zərif təmizləyiciləri rutinə əlavə etmək və sabun tipli gel təmizləyiciləri rutindən çıxartmaq. Oksidativ təbəqə yaradan, dərini qidalandıran kremləri rutinə əlavə etməklə radikal təsirlərdən dərini qorumuş oluruq. Dəri mövsüm ilə birlikdə dəyişir. Payızda necə ki geyimlərimizi dəyişiriksə, dəri qulluğu rutini də dəyişilməlidir. Payız ayında edəcəyimiz dəyişikliklərə görə qışda dərimiz bizə təşəkkür edəcək.